Salam, 9-cu sinif buraxılış imtahanına düşə biləcək belə bir sualın izahına baxaq. Deməli, verilən tənliyin kökləri hasilini tapın deyir. Gəlin ilk öncə biz tənliyimizin sağ və sol tərəfinə 6 əlavə edək. Bu zaman bizim alınan tənliyimiz x plus 2-nin kvadratı bərabərdir 36 alınacaq. Bu hal biz əgər burada x plus 2-yə a kimi işarə etsək, o zaman a-nın kvadratı 36-ya nə zaman bərabər olar? A bir müsbət, bir də mənfi 6 olduğu halda. Buna görə biz bir dəfə x plus 2-ni müsbət 6-ya, bir dəfə isə mənfi 6-ya bərabər edəcəyik. Birinci, x plus 2 bərabərdir 6. Bu zaman 6-dan hər iki tərəfdən 2 çıxırıq, cavab 4. İkinci halımızda isə x plus 2 bərabərdir mənfi 6-ya, x bərabərdir mənfi 6-dan hər iki tərəfdən 2 çıxacaq, cavab mənfi 8 olacaq. Deməli, bizim bir kökümüz 4, digər kökümüz isə mənfi 8-ə bərabərdir. Bizdən isə bu köklərin hasilini soruşduğu üçün 4 vurulsun mənfi 8 bərabərdir mənfi 32 alınmış olacaq.